Salam dəyərli izləyicilər, Sərhədsizin növbəti buraxılışını izləyirsiniz. Bugün biz sadəcə bir mövzu müzakirə etməyəcəyik, həm də bir həyat hekayəsi dinləyəcəyik. Bugünkü qonağımız 6 yaşlı övladı ilə birlikdə həyatın həm çətin, həm də ümid dolu anlarını yaşayan bir anadır. Gəlin sözü çox uzatmadan onun həyat hekayəsi ilə birlikdə tanış olaq. Salam Səbinə. Salam Məlikə, xoş gördük. Çox şadam ki, bugün əslində bu mövzuya toxunduq. Çünki hazırda ölkəmizdə ümumiyyətlə inklüziv təhsillə bağlı düşünürəm ki, çox danışmalıyıq, çox maarifləndirməliyik. Çünki cəmiyyətin buna ehtiyacı var. Demək Səbinə, gəl ilk olaraq səni və övladını tanıyaq. Övladında nəsə fərqlidir hissinə nə zaman qapıldın? Əslində bir çox belə deyim də layihələrə gedəndə bu mövzu ilə danışanda ilk sualı ilə bunu verirlər ki, necə hiss eləmək olur ki, məsələn uşağın fərqlidir, bunu hansı zamanda, hansı yaşda belə deyim fərqinə vardın? Əslində fiziki olaraq bu uşaqlar, yəni autizm spektr pozuntusu olan uşaqlar tam normal inkişaf eləyir. Doğuşdan başlayıb, yəni hardasa 1 yaş, yaş yarıma qədər ta ki artıq düşünürsən ki, uşaq müəyyən yaşda artıq 1-2 söz deməlidir, sənə müraciət eləməlidir, mama, papa, ən azı bu minimal sözləri deməlidir. Amma məsələn, Samiyeldə bunlar yox idi. Ümumiyyətlə, ən çox diqqətimizi çəkən və bizi narahat edən məqam o oldu ki, biz ona adı ilə müraciət eləyəndə o bizə baxmırdı. Məsələn, hər nə ilənsə məşğuldursa, oynayırsa, dəfələrlə adını çağırıb, ta ki yanına gələnə qədər diqqətini sənə, yəni ki, ala bilmirsən o uşağın diqqətini. Çünki o səni eşitmir. Məhz ona görə də bunlara autizmli deyirlər ki, yəni onlar outdadılar, yəni ki, öz dünyalarındadılar və onu oradan çıxarmaq, yəni bu artıq bizim, yəni cəmiyyətin, valideynlərin belə deyim, əsas problemidir. Yəqin ki, göz təması filan da yox idi. Göz təması yox idi, ada reaksiyası yox idi. Daimi, məsələn, nə ilənsə, belə deyim də, təkrarlanan hərəkətlər, məsələn, iqruşka oyuncaqlarla fərqli oynayırdı. Adətən adi maşın olsun, onun normatipik uşaq götürüb sürəcək. Amma Samiyeldə elə bir şey yox idi. O maşını belə deyim də, təzəlikcə öyrənir ki, maşın belə sürülür. O daimi maşını fırladırdı, təkərlərin yuxarı üstə və təkər fırladırdı. Və o belə hardasa 10 dəqiqə, 20 dəqiqə onu çağırmasan və yaxud başqa bir şeyə diqqətini yönləndirməsən, o bax belə təkər fırlaya biləcək. Bəs onun problemini, diaqnozunu eşitdiyin günü necə xatırlayırsan? Bunu ona görə soruşuram ki, bəzi valideynlər var ki, övladının səhhəti ilə bağlı hansısa problemi çox belə neqativ formada qarşılayır və çox pessimist olur. Onun pessimist olmağı da övladına sirayət edir, ətrafına sirayət edir. Bəs siz bunu necə yaşadınız? Əslində, bax, elə danışmamağı bizi narahat elədi ki, yaşı gəlib bu uşaq danışmır. Biz belə məsləhət gördülər ki, aparın psixiatra. Çünki, yəni, ümumiyyətlə, autizmlə bağlı mənim qarşıma bir video çıxmışdı Instagramda və gördüm ki, bir çox əlamətlər mənim oğlumda var. Amma yenə də, yəni, mən bunun diaqnozunu qoyacaq qədər, yəni, savadım yoxdur və məsləhət gördülər ki, yəni, bu diaqnoza psixiatr qoyur. Psixiatra getdi, müayinəsindən keçdi və ilk olaraq elə məhz psixiatr mənə dedi ki, bəli, bəs uşağınızda autizm spektr pozuntusu var. Əslində, ilk olaraq mən bu diaqnoza işləndə düşündüm ki, hədə müalicəsi var. Adətən bir çox valideyn burada yanılır ki, yəni bu müalicə olunan bir şeydir. Amma zaten autizm xəstəliyi deyil ki, onun hər hansı bir müalicəsi və yaxud dərmanı olsun. Və bir çox valideynləri müəyyən mərkəzlər var ki, bu yolda, belə deyim, səhv istiqamətləndirirlər ki, loqopeda gedin və yaxud psixoloqa gedin, düzələcək. Elə şey yoxdur. Yəni, bu autizmli uşaq zaten autizmlə doğulur və həyatının sonuna qədər bu autizmli olur. Yəni, bu heç vaxt düzəlməyəcək, bu müalicə olmayacaq. Nə qədər pis səslənsə də, amma o demək deyil ki, uşaq, yəni ki, ömür boyu, məsələn, seçiləcək və yaxud fərqli, belə deyim də, uşaq olacaq. Sadəcə bunun üzərində biz işləyirik ki, onu maksimal dərəcədə cəmiyyətə inteqrasiya eləyək. O, kommunikasiya qursun, o müəyyən özünü idarə etmə bacarıqları olsun. Bəs diaqnozunu öyrəndikdən sonra ilk olaraq hansı addımı atdınız, kimə müraciət elədiniz, kim sizə dəstək oldu və ümumiyyətlə informasiyaları hardan alırdınız? Elə diaqnoz ilk alanda, məsələn, diaqnozu bizə qoyan psixiatrdan soruşdum ki, bəs aydın məsələ, bu diaqnozu budur və bu diaqnozla biz, yəni növbəti illərdə, aylarda nə kimi bir şeylər eləyə bilərik? Ümumiyyətlə, hər uşaqda fərqlidir, çünki autizm diaqnozunun orta səviyyəsi olur, ağır və yüngül. Bizdə qoydular orta
orta səviyyədə autizm spektr pozuntusudur və dedilər ki, hə, gələcəkdə asta-asta, yəni bunun üzərində işləyəcəyik və mərkəzlərə yönləndirdi psixiatr ki, bəs gedin bu loqoped psixiatr, yəni ki, o kimi təlimlərə qoşulsun və artıq görəcəksiniz nəyə daha çox, nəyin üzərində işləməlidir. Məsələn, bunun hər hansı bir davranış pozuntusu varsa, o istiqamətdə mütəxəssislərə müraciət eləməlisiniz. Əgər loqopedik, məsələn, nitqi yox idi o zaman və biz loqopedlə 2 ilə yaxın məşğul olduq. Çox təəssüf ki, o onun heç bir yəni ki, nitqinə təsir eləmədi və son belə deyim 1 ildən az müddətdə artıq mən maraqlandım ki, yəni başqa autizmli uşaqlarla hansı növ, yəni istiqamətdə işləmək olar və özüm internetdə araşdırdım ki, abaterapiya varmış. Bu zamana qədər məsələ mən bilmirdim. Yəni terapiya növünün adıdır bəli, abaterapiya, bəli. Və ilk dəfə Samuel nitqi və ümumiyyətlə mənə müraciəti, müəyyən bir dialoq qurmağı məhz abaterapiyadan sonra başladı. Neçə yaşındaydı o? Halbuki 5 yarım belə. Halbuki biz 2 il mərkəzə getmişik və mərkəz mütəxəssisləri deyirdi ki, yəni biz hər şey eləyirik, bu uşaq danışmır. Amma abaterapiya bir neçə aya artıq onun səsləri deməyə başladı, müəyyən qısa hecalı sözləri artıq deyir. Aha. Və indi oğlunun 6 yaşı var. Bu 6 yaşa qədər təbii ki, onun inkişafı üçün və onda müsbətə doğru dəyişikliklərin olması üçün hansı addımlar atmısınız? Hansı inkişaf var məsələn oğlunda? Davranış pozuntusu var idi. Yoxdur, çünki biz duyu bütünləmə deyilən bir o da növdür. Uşaqların müəyyən davranış pozuntuları varsa, məsələn, autizmli uşaqlar artıq səsdən bəzən onu narahat eləyir. Məsələn, mən onu belə deyim də saç kəstirməyə apara bilmirdim. O maşınkanın səsi ki var, onu qorxurdu. O orada oturmurdu və bu bizə çox böyük bir problemlər yaradırdı ki, heç bir yerdə biz onun, yəni uşağın vidə sala bilmirdik və duyu bütünləməyə apardıq. Orada müəyyən onların həssaslıq, məsələn, təraş köpüyü yoxdur. Onu başladılar uşağın əlinə sürtməyə və o bundan qəti qorxur. Terapiyada yəni. Bəli. Və onu çox narahat eləyir. Çünki bu kimi şeylər onların müəyyən toxunuşlara həssaslığı var. Və o təraş köpüyü müəllimi götürürdü, bütün bədəninə çəkirdi, boynuna, üzünə ki, o bu ilə yəni ki, bacarsın bu qorxunu belə deyim, atlasın və artıq bir neçə, bax məsələn biz getdik duyu bütünləməyə, təraşdan istifadə olundu, velosiped sürməyi orada öyrədirlər ki, bu da onun müəyyən davranışlarına kömək eləyəcək. Sonra həmin o təraş maşınının səsi qoyurdular. Təbii ki, o bir zərər vermir, amma səsi və əlinə, hər yerinə toxundururdular. Müəyyən daraqlar var idi ki, yenə də bütün bədəninə toxundurdular və belə-belə biz müəyyən qorxuları aşdıq və bundan sonra artıq o doğrudan da adama təəccüblü gəlir ki, yəni bu kimi şeylər ona necə təsir eləyə bilər. Amma artıq indi Samuel gedəndə rahat oturur və saatlarla ona, yəni mütəxəssis və yaxud bərbər nə istəyirsən, yəni eləyir və uşağın heç bir, yəni ki, qorxusu yoxdur buna qarşı. Aha. Gündəlik həyatınız necə keçir? Məsələn, övladınla birlikdə. Bayaq məsələn mənə nümunələr çəkirdin, yatmağı ilə bağlı filan. O barədə də. Gündəlik rutinimiz əslində məsələn düzdür deyirlər, sən autizmli uşağı tanıyırsansa, sən bir autizmli uşağı tanıyırsan. Çünki hamısı fərqlidir və hər kəsin müəyyən takıntıları olur. Məsələn, Samueldə belə deyim, hazırda bizi narahat edən ciddi heç bir problemi yoxdur. Sadəcə danışmamağı, müəyyən zamanlar məsələn nəsə istəyir. Mən başa düşmürəm o nə istəyir. Və yaxud uşaq xəstələnəndə görürsən ki, halsızdır. Adi normal uşaqdan soruşarsan ki, haran ağrıyır? O sənə deyəcək, başınmı, qarnınmı, qulağınmı? Sən artıq o istiqamətdə onu müalicə eləyərsən, dərman alarsan, həkimə apararsan. Bunda isə sən başa düşmürsən. Sadəcə halsızdır, kapriz eləyir, ağlayır, amma dərdini bilmirsən. Və ona görə valideynlərin bir çoxu deyir ki, yəni ən çox bizi narahat edən məsələ onun danışmamasıdır. Hazırda danışa bilməsə də, amma bir çox şeydə məsələn özünü idarə eləyir. Məsələn, tualet vərdişi. Bir çox normatipik uşaq belə bunu çox gec anlayır. Hazırda Samuelin 6 yaşı dekabrda olub və o artıq mənim heç bir müdaxiləm olmadan, məsələn, zamanı gələndə özü gedir, tualet vərdişlərini, ehtiyaclarını eləyir, hətta özü suyu belə çəkir, buraxır və gəlir. Bəzən mən bilmirəm ki, bu uşaq ümumiyyətlə tualetə gün ərzində gedib getməyib, yəni o qədər özünü, yəni idarə eləyir. Bəlkə də məsələn rəfiqələrim var da, deyir ki, normatipik uşağı var, qızı var, deyir yox, məsələn, mənsiz getmir, əlimdən aparır kimi, amma sən getməyinlə tualetə belə. Yəni amma Samueldə bunu biz aşmışıq. Sonra məsələn çox yaxşı analiz eləyir, çox yaxşı insanın hərəkətlərini müşahidə eləyir və bilir bu adam bunu belə eləyirsə, deməli qayda budur. Və bununla bağlı
2 il normal bağçaya gedib və orada bağçada yatmaq saatı gələndə bütün uşaqlar yatır, Samiyel də yatır. Durandan sonra hər kəs qaçır hərə bir tərəfə, oyuncaq dalınca, yemək dalınca. Amma bağça müəlliməsi mənə demişdi ki, bəs yeganə uşaqdır ki, Samiyel yuxudan durandan sonra gedir adyalını, balışını düzəldir, yəni yığır. Bunu deyəsən siz ona öyrətmisiniz, dedim yox. Və məni də çox təəccübləndirdi ki, evdə həmişə bunu mən eləyirəm. Sən də bu müşahidə eləyir ki, mən duranda bu pastel yığılmalıdır. Bağçada da durursa, bunu özü eləyir. Və bir çox belə şey var. Məsələn, qabı yeyirsə, görür mama bunu kuxnaya aparırsa, bu da yeyəndən sonra aparır. Aparmasa belə mütəxəssislər də deyir ki, hər şey çalışın o özü eləsin. Çünki onlarda belə deyim də sərbəstlik, müstəqillik yoxdur deyə çox valideyndən asılı olurlar. Amma daimi ondan tələb eləməliyik, ona müraciət eləməliyik ki, apar qoy yerinə. Əslində çox yaxşıdır, çox rahat tərbiyə olunur, amma təbii ki, müəyyən belə deyim çətin zamanlar olur. Zəhmət tələb eləyir də. Yəni. Bəli, və isterikaları olur, nəyisə eləmək istəməyəndə qəti, yəni məcbur eləmək olmaz. Çünki mən ona nəyisə olmaz deyəndə o əksini eləyir. Və mən bunu başa düşdüm zamanla. O əksini daha pisini eləyəcək. Qışqırırsa deyirəm ki, səsini sal, məsələn, balaca uşaq qardaşı yatır, o əksini eləyəcək. Yəni bundan asta-asta otururam, danışıram, başa salıram ki, bax qaqaş yatıb, səs salmaq olmaz. Bax belə zaman-zaman görürəm ki, hə anlayır. Cəmiyyət məsələsi də burada böyük rol oynayır. Sən cəmiyyətdən nə tip reaksiyalar görmüsən? Məsələn, sənə dəstəkmi, yoxsa maneə? Məsələn, bizim cəmiyyətdə də var o, özümüzdən fərqli saç rəngi olan, geyim tərzi olan, hətta insanlar görəndə göz həbsi məsələsi olur və yaxud da sözümüzlə kimisə narahat eləyə bilərik, davranışımızla narahat eləyə bilərik. Və sən necə reaksiyalarla qarşılaşmısan? Əslində belə deyim, yenə də daha çox kim bu kimi problemlərlə qarşılaşır. Hansı ki, uşağı məsələn biraz aqressivdir və müəyyən səslər çıxarır, özünü idarə eləyə bilmir və yaxud görürük əyləncə mərkəzlərində bəzən uşaqlar olur, belə deyim də davranış pozuntuları var, qaçır, səslər çıxardır, digər uşaqlara maneə olur. O zaman hə, valideynlər hər hansı bir irad bildirə bilər ki, bəs bu nə uşaqdır, tərbiyəsizdir və yaxud özünü apara bilmir, hə. Amma məsələn, mən elə bir şey belə deyim də rastlaşmamışam. Amma bir çox autizmli övladları olan valideynlər məhz bundan şikayətlənir ki, bizə həmən fərqli baxırlar. Uşağın müəyyən səslər çıxardır və həmən bu restoran ola bilər, hər hansı bir mərkəz ola bilər. Həmən hamısının o belə deyim də o baxışı, insan bəzən söz deməsə belə, amma o baxışı var. Sən başa düşürsən ki, o baxışı ilə artıq belə deyim nifrət dolu və yaxud səni belə deyim də anlamayan mühakimə eləmiş kimi görünən o həmin o baxışlar və yaxud həmin pıçıldışma başlayırlar öz aralarındakı. Məsələn, Samiyellə bağlı necə olub? Hə, danışmır axı. Mən ona mərkəzə aparanda soruşurlar uşağı ki, bəs adın nədir sənin? Qeydiyyat aparırlar da, müəyyən yerlər var ki, uşağı salırsan bir neçə saat və yaxud dəqiqə orada oynayır. Hə, adın nədir səni? Görür, susur. Xanım, bu danışmır. Deyirəm, yox, danışmır. Hə, bə neçə yaşı var? 6 yaşı var. Bə niyə danışmır? Və artıq yəni bu izah və mən hər yerdə bunu izah eləyə bilirəm. Autizmli desəm deyə yəni insan anlamayacaq. Ona görə deyirəm ki, hə, yəni danışmır. Yəni bu uşaq danışmır. Yəni nəsə lazım olsa məndən müraciət eləyin. Çox vaxt və əvvəl bunu daha çox görürdüm belə qəribə qarşılayırlar. Amma son zamanda həm autizmli uşaqlar düşünürəm artıq o qədər yəni yayılıb ki, bu diaqnoz ki, kiməsə hardasa söyləyəndə artıq mənə geri dönüş kimi gəlir ki, hə, bizim də filan kəs qonşuda belədir və yaxud qohumda belədir. Çox adam artıq oradan-buradan əhatəsində elə bir uşaqlar var deyə daha elə bir ki, məlumatlı və bu bir növ üzücüdür ki, demək ki, bu qədərdir autizmli uşaqlar. Bir tərəfdən də bizə belə deyim də anlaşmada daha rahat olur. Ya da məncə çox eşidirlər, tez-tez eşidirlər. Yəni bu medianın və ya da sosial media ola bilər. Bunun da müəyyən dəstəyi olur. Qulaqları eşidir və bilirlər ki, belə artıq bir şey var. Artıq oxuyurlar ki, bir çox yerdə məsələn eşitsən ki, autizm, istərsəniz maraqlıdır ki, bu nə deyə autizm, hamı bundan danışır. Və ona görə deyirəm ki, bəs maariflənmənin rolu çox böyükdür. Aha. İndi övladın sənin 6 yaşı var və bu il 1-ci sinifə müraciət edəcək. Bax elə bugün elə artıq başlayır qeydiyyat. Qeydiyyatdan keçirəcəm onu. Düzdür, belə deyim, 1-ci sinif rus bölməsi üzrə imtahandan keçirik. Xüsusi imtahan var. Əslində belə deyim də bu mövzuda mən hər şeydə pozitiv insanam və
Bu mövzuda biraz pessimist yanaşıram, çünki birinci sinifdə rus bölməsi üçün imtahanın belə deyim də şərtlərinə baxanda dedim ki, yox, yəni mənim oğlum bundan keçməyəcək. Çünki təzə danışmağı və özünü belə deyim də ifadə eləməyi bacaran uşaq üçün qabağına bir rəsm qoyurlar ki, burada nə görürsən izah elə. Bir çox şeylər ümumiyyətlə orada başa düşməyəcək, danışa bilməyəcək, izah eləyə bilməyəcək. Amma yenə də mən düşünürəm ki, mən cəhd eləyim bu ildən ki, yəni ən azı uşaq necə qarşılayacaq oradakı o komissiyanı, yəni ki, necə münasibət göstərəcək, bunu bir yoxlayaq düşünürəm. İndi sənin övladın həm də bağça təcrübəsi də var. Yəni kütlə içərisində olub, insanlarla kommunikasiyası müəyyən mənada olub. Yəni məsələn müəllim nəzarəti görüb. Hansısa bir çətinlik yaşamısan məsələn bağçada, ümumiyyətlə məktəbə qədər təhsildə olub? Məktəbə qədər təhsildə olmayıb, çünki orada da bir problemlə qarşılaşdım. Orada sən demə qeydiyyatdan keçəndə müəyyən il olur ki, məsələn falan ildən falan il aralığında uşaq qeydiyyatdan keçə bilir. Biz orada gecikdik və mən artıq Samiyeli məktəbə qədər qeydiyyatdan keçirəndə gördüm ki, onun yaşına uyğun artıq yəni ki, sistem bizi qəbul eləmir. Ona görə qeydiyyatdan keçə bilmədik. Özəl bağçaya qoydum məktəbə qədərə, amma orada da gördüm ki, bilsən necə, xüsusi yanaşma yoxdur deyə bütün uşaqlar səs-küy və Samiyel sadəcə otururdu. Parta arxasında otururdu, amma gördüm ki, orada heç nə öyrənmir və artıq onu ora aparmadım. Amma bağçaya normal 2 il gedib və heç bir müəlliməsindən indiyənə qədər, məsələn, mən onun bağça müəllimələri ilə əlaqəm var. Tez-tez məndən soruşurlar, Samiyel necədir? Çünki uyumludur. Bağçaya getsən ən sakit uşaq Samiyeldir. Çünki deyəndə orada otur, bax indi get uzan, hər şeyə qulaq asır. Adi uşaqlar necə hiperaktiv, qaçırlar, qışqırırlar. Əksinə müəllimləri deyirdi ki, bizi yeganə yormayan uşaq Samiyeldir. Ona görə düşünürəm məktəbə də gedəndə eyni. Yəni ki, oturacaq, müəllimə qulaq asacaq. Sadəcə olaraq niyə mən inklüziv istəyirəm? Çünki inklüziv təhsildə məsələn onun yanında oturan, ona dəstək olan bir insan olur. Çünki Samiyelin xətrinə kimsə dəysə və yaxud kimsə kobud belə deyim də bir münasibət görsə, o da məktəbə getmək istəməyəcək. Məsələn, ağlayacaq, getmək istəməyəcək və mən bunun səbəbini bilməyəcəm ki, məsələn, o mənə deməz axı ki, falan uşaq mənə pis münasibət bəslədi və yaxud müəllimə mənə kobudluq elədi və amma yanında inklüziv deməli, inklüziv təhsildə yanında bir insan olur. Bir növ onu o cəmiyyətə inteqrasiya edir, o sosiallaşmaya, uşaqlarla onun davranışını belə deyim balanslaşdırır. Yəni onun problemini sənə deyə biləcək biri olacaq yanında. Çünki o deməyəcək, müəlliməsi də müəlliməni də qınaya bilmərəm. 30-a yaxın, yəni 20 neçə uşaq var və o təkcə mənim uşağımla maraqlana bilməz, çünki orada nə qədər uşaq var. Yəni bu mənim tərəfimdən də düzgün olmaz ki, ancaq mənim uşağımla maraqlan, bu da düzgün deyil və ona görə xüsusi bir insan mütəxəssis ayrılır dövlət tərəfindən ki, o ona müəyyən 1 il, 2 il müşahidə eləyir və belə deyim, kömək olur ona. Bir növ köməkçi, müəllimin köməkçisi olur. Və bir də bağça təhsilində müəllimlərinin ona hansı dəstəyi olub, onun inkişafında müəyyən dəstəyi olub. Məsələn, uşaqlarla inteqrasiyası ola bilər, ya özünü adaptasiya eləmək məsələsində ola bilər. Bağçada bəli, məsələn, bağçada bizə bir çox şeydə kömək elədilər. Günorta evdə uşaq yatmırdısa, bağça müəllimləri bunu öyrətdilər ki, və ümumiyyətlə uşaq necə, o dedimdə müşahidə eləyir. O görür ki, bütün uşaqlar yatırsa, bu da yatmalıdır. Evdə belə bir şey yoxdur. Orada isə artıq cəmiyyətdir və eyni saatda hamı yatırsa, sən də yatmalısan. Hamı oturur, masa arxasında yemək yeyirsə, sən də indi yeməlisən. Məsələn, su içməyi həmişə Samiyel 3 yaşındaydı bağçaya gedəndə, amma hələ də məsələn suyu, yəni o butulkadan, o adi stəkandan su içmirdi. Artıq bağçaya gedəndə gördü ki, hamı içir. Müəllimə dedi ki, o öz butulkasını kənara qoydu. Dedi ki, hamıda niyə stəkandır? Göstərdi ki, deyə bilmir. Amma tələb eləyir ki, niyə hamıda belədir, məndə yox, mənə də stakan qoy və müəlliməsi deyir, gördüm, stakan qoydum və uşaq hamı kimi başladı içməyə. Ona görə deyirəm ki, bu cəmiyyət çox önəmlidir. Bax, belə şeyləri artıq müqayisə eləyəndə evdə məsələn mən desəm eləməyəcək. Gələcəyə baxanda oğlunu harda görürsən? Deyə bilmərəm ki, belə deyim, hər hansı bir belə deyim yerdə olacaq və yaxud demirəm ki, ali savadlı olacaq, yox. Mən ona belə deyim, minimum təhsil vermək istəyirəm. Yazmağı, oxumağı bacarsın, özünü belə deyim, ifadə eləməyi bacarsın. Hətta düşünürəm, məktəbə getsə belə mən onu müəyyən sinifə qədər oxutduracam. Artıq sonra ona həyatda məsələn mən olmayanda o necə özünü idarə eləsin, necə pul qazansın, bu kimi şeylərə və harda minimal belə deyim də
kommunikasiya bacarıqları olan, məsələn, bu IT proqramı ola bilər, kompüter ola bilər, nəsə kompüter arxasında eləyə bilər. Bu kimi istiqamətləri düşünürəm, artıq fikirləşəcəm və deyirlər, onu zaten sən baxacaqsan, analiz eləyəcəksən ki, nəyə daha çox marağı var. Məsələn, musiqiyə marağı çoxdur, konstruktor legolar, yəni ki, çox yaxşı yığır onları. Yəni bu istiqamətdə inkişaf eləmək olar. Bəs cəmiyyətə nə demək istəyirsən? Cəmiyyətə onu demək istəyirəm ki, əgər kimsə sənin kimi deyilsə, fərqlidirsə, o demək deyil ki, yəni ki, o seçiləndir. Biz çünki belə idi. Kimsə məndən seçilirsə, bəlkə problem ondadır. Düşünmürük ki, hətta mənə psixiatr dedi ki, biz Sameli aparanda, dərmanlar yazanda söylədi ki, bəs düşünməyin ki, o fərqlidir, o seçilir, o belə deyim də cəmiyyətdə həmişə kənarda qalacaq. Əslində deyir, illər sonra bəlkə də ən normal uşaqlar autizmli uşaqlar olacaq. Çünki zaten bizim cəmiyyətimiz indi elədir. Biz bir-birimizlə ünsiyyət qurmuruq, qapanırıq, hər kəs öz işində, öz gücündə və bu kimi uşaqları əsas odur ki, anlasınlar. Yəni hər hansı bir insanı, çünki bu indi uşaqdır. 10 il sonra bu artıq yeniyetmə olacaq. Yəni sənin kimi deyilsə, o demək deyil ki, o fərqlidir və yaxud onu bullying eləmək lazımdır, cəmiyyətdən belə deyim, kənara qoymaq lazımdır. Belə. Təşəkkür edirəm sənə Səbinə, öz hekayəni bizlə bölüşdüyün üçün. Əslində bu sənin nə qədər güclü insan olduğunu göstərir. Çünki bəzi insanlar övladlarının bu problemini gizlətməyin tərəfdarıdır. Əslində bu heç yaxşı bir hal deyil. Belə dəyərli izləyicilər, bizim hələlik çatdıracaqlarımız bu qədər. Sizin də bu məsələ ilə bağlı bizlə bölüşmək istədiyiniz probleminiz və yaxud da bizə bildirmək istədiyiniz bir hekayəniz varsa dinləməyə hazırıq.